Mənə çox sual verirlər. Əminə, ingilisini necə bu qədər möhtəşəm bilirsən? Əslində qalsa heç bir fikrim yoxdur. Çünki mən ingiliscə bilmirəm. Əslində qalsa mən Əminə də deyil. Sen mi söylersen ben mi söyleyeyim. Gerçek ismini değil. Anka. Herkese salam, YouTube kanalıma hoş geldiniz. Ülker İngiliz Dili videosu, Ülker İngiliz Dili videosu, Ülker İngiliz videosu, alın İngiliz Dili videosu. Bugün sizlere etrafımda İngiliz dilini öz başına öğrenmiş ve bunu möhtəşəm səviyyəyə çıxartmış bir insanlara sizə bir haqq verdiğim. 2000 pandemiyada oturdum xarici seriallara başladım. Hər yerdən çıxım Flash'la başlamışdım. Biz də deyirik film izləyin, musiqi dinləyin falan. Bunlar elə də böyük bir faktor deyil əslində. Əsas faktor nədir? Bir mühitə düşməkdir. Onda davamında necə deyirik? Mən filmləri izləyəndə filmlərdən məna axtarmırdım mən çox da. Onların tərzini öyrənmək istəyirdim. Danışırlar, o tərzi öyrənmək istəyirdim. Çox sağ olun. O tərzi öyrənmək istəyirdim. Tərzi öyrənmək üçün də nə edirdim? Ona yamsılayırdım. Sözün əsl məsələn, aktyor bir dənə ifadə işlədirdi. Çox xoşum gəldi o ifadədən. Videonu dayandırdım, kinonu dayandırırdım. Evin içində belə özüm üçün aynı olma da gedir. Çox sağ olun. Çox sağ olun. Imitating, təqlid eləmə, shadowing də kölgələmə, yəni kölgəsi kimi. O danışdıqca sən də danışsan və praktiki öyrənib, nitqi gözəl olan insanların çoxu bunu bilir ki, orada ifadə öyrənmək və yaxud da öyrənəcəyiniz sözü hədəf cümlələrin içinə yerləşdirməkdir. Məsələn, Bunların hamısını 15 gün elədim. A1-in A2-sində sertifikatına. işte Bilirəm, əzim başqa şeydir. Bugün sıfırdan dil öyrənmək başlasaydım. Yəni nə ətrafı, nə çevrən heç nə yoxdur. Çünki mənsən. Sıfırdan dil öyrənməyə məcburiyyətdə qalsaydın. Neyniyərdin? Hansı YouTube kanallarına baxardın? Hansı podcastlər?